Hamıya salam dostlar, mən Fərman. Bugün sizinlə bir yerdə GTA Vice City Stories'in 5-ci bölümü olmalıydı, tam yadımda deyil. O bölümdən qaldığımız yerdən davam edirik. Yalnızca düşürsə keçən dəfə bir-iki çətin missiya var idi, onları yerinə yetirdik, çətin missiyaları əldən çıxartdıq. Qaldı bizim 2 missiya yerimiz, Pillə Martin'in missiyaları. İstəyirəm birinci Pilin missiyasını yerinə yetirək. Çünki Pilin missiyaları həmişə belə həyəcanlı missiyalar olur. Çətin də olsa maraqlı missiyalar olur. Gedə görə qarajda maşın varmı? Keçən dəfə də bir maşın qoymuşdum qaraja. Var. Çox şükürlər olsun ki maşın itməyib qarajdan. Dala verək görək. Gedək Pilin missiyasına. Başımıza nələr gəlir. Bu yolda da həmişə Vetsini kamazlar şükürlər. Vetsin bu yolda tıxac olur. Belə düşək burada. Truck stop. Kamaz dayandırmaq. Ha, bu kimdir? Bizim serjantımız. Bunu da nə gəzir? Yox, qardaş, mən sigaret çəkmirəm. Küfürdədilər yenə. Bir sigaretdə də 2 nəfər çəkir. Bizimkilər yenə söyüşü yağdırır. Fuck you, fuck you, fuck you. So you had better play nice if you want to get paid, huh? Because if you don't get paid, then who's gonna look after your sick brother? Kalk danışır bu. Change the record, baby. Fuck you, fuck you, fuck you. What did you expect me to do, huh? Çox şey edir ha, boyan bir yan edir. Ha, serjantla desəm mən dəli eləmə ha. Çox orana burana yaxma. Mən dəli eləmə. Big deal. I told Phil about some guns I can sell if you can get them. Hey Phil, don't smoke too much of this shit. Çok sigaret sevmedi. Trip out. Get paranoid. Sure. Later, Jerry. Come on, Vic. Let's just silence any asshole following me. Davay getdik Murat. Gedək görək. We're gonna need some backup. Hamısını əvvələ I know some guys that'll help. Hara gedirik? Get in a car. Drive to the hotel. Otelə niyə sürürəm ki? Otel yanında alma başqa şeylər gəlir. Cab tərəfdən gəlir. Are we being followed? We better not be being followed. I'll rip those bastards' livers right out of their Deyirəm də bu side. yoldan da kamazlar şükür. Niyə bilmirəm. Tərəfdən gedək biraz. Qısa yol olsun. Buradan da belə gedə bilsəm, amma aşaram, qorxuram ki hündür yerə çıxan kimi maşın görürsünüz. Axır maşın. Hündür maşın. Axır ki düzəməli sürməyə öyrəndim. Oyun başlayanda buranı sürə bilmirdim ki maşını. Belə öyrəndim yavaş-yavaş. Bunlar kimdir? Ha, bunlar bizə kömək eləməlidir. Ha, yadıma düşdü. Maybe I shouldn't trust them. Gedək. Hə, indi nə edirik? Bu yoldan geçsək yəqin ki çatar. Hə? Truck stop deyil. Yəqin ki kamaz dayandıracaq falan belə bir şey ağlıma gəlir. Amma çox vaxt missiyaların adları missiyaya uyğun gəlmir getalarda. Yenə həmin şey olacaq. Mən yandıram siz nədir? Bu mahnıları aça bilmirəm, radionu aça bilmirəm. Sadəcə YouTube'dan telif haqqıdır nədir ondan gəlir. Mən də qalıram yana yana. 6 ay video yükləyə bilmədim o telif haqqını. 6 ay.
Yaxşı onda problemlərimizdən danışdığımız bəsdir. Nə etməliyəm? Hə, qırmızı göstərirsə bunu nəsə ya güllələməliyik, ya da diyandırmalıyıq. Mən sürəcəm, bunlar atacaq. Atapak deyil. Sonra bizə maşın yanıb eləyəcək. Ehtiyatla sürün. Qabağa qalxdı maşın. Dayansan canım. Get bir yerə dəy dayan da. İndi mən bunu nətər dayandırım? Necə maşınlara denəlir. Tutarsan canım get divara zada dəy dayan. Hə, şükür dayandı. I'm gonna take the truck back to my place. Anyone follows me, you give them hell. Stay close to people and protect him. Hə. Bu maşını qorumalıyıq ki, üstümüzə gələnlər bir şey eləyə bilməsin. Üstünü beşdir. Nə oldu ala bu? Nə iş görsən deyən? Buradan da arxalarınca gedim. Gedib özüm vurur divara, maşın da dəmir etsinə, o artır. Zərər. Maşınları yandı. Bomba şimdi güzələdik. Partladı maşınları. Partlayanda da nəsə dünya silkələrdi belə. Yer kürəsi silkələrdi. Getanın məntiqi burada. Sənin biraz möhkəm sür bu dırınqilətə minmişik. Maşının da açılmayan yeri qaldı. Öz maşınımız yanmışdı. Öz maşınımız kül olmuşdu. Ay bile ben niye böyle sürüyorum? Kullanayım ne var? O da partladı. Satmadık oraya. Hara gedirik işte bilmirəm. Yəni ki pilin evinə gedəcək. Yəni təxmin deyirəm bunu. Hatta da var getdi dəydi divara. Divardan bir kuş çıxdı. Adını qoydum Tamara. Tamara getdi. 5 də gəlmədi 15. Ne oldu? Sən can çatmadıq. Hara gedirik? Polisə də dəydi. Bax mən dəysəydim polisə. Bu dəqiqə şöbədəydik. Bunlar dəyəndə heç oldu. Niyə? Ay bu yol hara gedir? Hakikaten adam kimi sürüyor. Partladacaq maşını. Sonra dedi günah səndə. Mən nə edeyim, sən havada düzəməli sürə bilmirsən. Ondan mənə nə var? Ay da vay. Dayanmır hara gedir? Çatdı. Pilin yerinə gidiyor. Hə, çatdıq. Şükür. Gəl çatdır yerinə. Sağ salamat çat. Bizim doğradığımız nə idi ki? 500 dollarda isti götürdük. Bizə silah mağazini zat yoxdur. Silah alardı özümüzə. Nədir? Lance'dan məktub gəlib. Hey bro, aunt ends driving me crazy. Can I join you? Let's double team that town. Hə, deyir mən sən qoşula bilərəm. Bir yerdə ikili komanda var bu şəhərdə. Bu maşından düşmək lazım. Bu nə maşın? Bu maşına çatdıra bilsəm yaxşı olar. Diyan da var. Hər yerdə svetofor var, buradan başlayıb. Əsl lazım olan yer buradır, burada da yoxdur. Polisli. Buna maşındır. Bayaq mindiyimizdən. Yenə heç yoxdan yaxşı. İndi hara gedəcək? Hansı misiyaya gedəcək?
Martin'in missiyası açıqdır. Gedək Martin missiyası. Gedək Martin bizə nə təklif edir? Martin də çox belə çətin missiyalar olur ha. Lazımsız dərəcədə çətinlik olur Martin missiyalarında. Babat gülləmiz də yoxdur. Silahlı milahlı bir şey olsa heç nə çatdıra bilməyəcəm. 19 güllə ilə kimə nə eləmək olur? Waking up the So it neighbors. seems I got some competition. What do you mean? Them damn cholos are trying to muscle in on my repo Yenə business. çololar. It's time I sent them a message. Grenades? I just want to make sure they granat. hear what I have to say. Neysə bombalayacaq deyim. Granat varsa 100% maşın zat partladacaq. Çünki insana görə granat verməzlər bizə. Sən də qəşəng maşın ola. Demişdim ki, elə maşın gəldi ayağımıza. Bomba kimdə maşın? Min gedi. Bizi ora bura dəydirməyim çox. Oba. İndi buradan birinci vagonu partlatmaq üçün bu tərəfdədir. Bu maşın dayanmır. Maşını burada saxlayayım. Çünki maşınımız yəni əlimizdən qaçırda bilmərik. Evet. Hadi adam orada bizi gözləyir. Despite how this looks, I'm trying to help people. Another happy veteran. Ha, mən bunu niyə gülləmirəm? Stay calm. Sen Get ananı. shot. Your call. Öldü. Bunu da silahını götürüm. Lazım olar. Qaç, qaç. Bombanı tulla qaç. Bir dənəsi getdi. Buradan da gedək ikinci vagona. İkinci vaqon qabaqdadır. Orada maşın çox bərk gedir. Biz normal sürətlə gedən maşın olsa. İndi bu səfər adamlar hardadır? Hələ sıra deyil. That's gonna cost you. Ay, the world is terrible. Don't make me do this. You flirt with me, baby? Əsas vaqonu partladım. Mən əsas vaqonu. Hələ nə edirəm mən? Siyah. Min maşına getdi. Gedək üçüncü vaqona. Hayır, maşın təkər partladı. Hell no. Yoxsa, yox, partlamıyor. Yoxsa maşın çox bərk gedir. Mother cars and boats. Ona görə axır. Həm bərk gedir, həm də axmayan maşın var ki. Aradan gedə bilərəmmi? Gedə bilirmişəm. O da bizi hara aparacaq? Oradan çıxsam tapmazlar yerimizi. Saat neçəyə kimi? 9'a kimi vaxtımız var olmuş. Disrespect me for me. Who's this one now? Bəli, bu da silah dəyişdirənə kimi. Partla görək, partla. Qaç, qaç, qaç. Qaç buralardan. Missiyada qutardı, amma bir ulduzumuz var. Neyləyə bilərik? Buradan bir maşına minib tez gedək evimizə. Maşın da axtaranda gəlmir, aynarsan. Burada bir diyan var. Bunlar dəstədir, bunları şeyləsəm görünmüş olmaz. Balıqlı maşınlar dəstədirlər.
Düz yoldayıq. Şükür şükür. Bomba kimi də qurtardıq misiyaları. Çox çətin misiya idi bu axırıncısı. Hə, ölsək biz də təzədən başlayaq. O da fikirləşmirik. 2 dənə vaqonu partlat, gəl üçüncüdə öl. Mən bəxtim yoxdur, yoxsa elə şeylər həmişə mənə başına gəlir. Buradan da çıxartmışdıq şeyi, hə? Bunu da burada zaps eləyim. Maşın da qalsın orada, lazım olar. Bir də evə zaps eləyək oyunu. Yaxşı dostlar, videomu burada bitirək. Qalın da gəlin dəfə davam eləyərik. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Abunə olmağı unutmayın, videonu bəyənin, rəy bildirin.